Əhlüsünnə buyur, xoş gəlmisən. Salamünaleyküm. Məliküm. Sual bundan ibarətdir ki, dünya necə yaranıb sizə görə? Yumurtadan çıxıb. Sən əhlüsünnə deyilsən əzizim, istəyirsən isbat edeyim. Yox, mən isbat edeyim ki, dünya necə yaranıb da. Sən onu isbat eləyərsən, mən sən ispat edeyim, sən əhlüsünnə deyilsən, yalan deyirsən, saxta əhlüsünnəsən, ondan sonra söhbət edirik. İsbatla. Maidə surəsi 44-ün tətbiqi. Əhlüsünnədə necədir? Mən o qədər elmim yoxdur, yəni Qurandan bir ayəni ağlımda saxlayayım. Allahın indirdiyi ilə hökm etməyənlər, məsələn, onlar kafirlərdir. Əhlüsünnəyə görə bunu Sən tətbiq hardan etmək isbat edə bilərsən ki, mən onları əməl eləmirəm. Allahın verdiyi. Yox, onu demirəm. Mən səndən soruşuram. Azərbaycan Respublikası sənə görə tağutlu deyil. Tağutdur. Xəvarizsən, əhlüsünnə deyilsən. Dolayısıyla Əbu Hanzala xəttidir. Əbu Hanzalanın 12 dənə xətti var. Azərbaycanda hansı qayda qanun? Əhlüsünnənin sənin qəbul elədiyin dəsti xətti 2 dənə seçimi vardır. Ya hicrətdir, ya cihaddır. Sən Azərbaycandasanmı, deyilsənmi? Mən olduğum hal-hazırda Azərbaycan ölkəsinə görə necə deyim, belə məcburiyyətdən şeydir. Niyə hicrət eləmirsən ki? Nəysə mən Seviş Travel xətti var, xəbərin olsun. Sən Əfqanistana postalaya bilərik. Ya da o Afrikadakı qum meymunlarının yanına, işıqçılara. Sən meymundan gəldi və inanırsan? Yox, mən Afrikadaşlara deyirəm. Sən nəyə qarış? Məni niyə qarışdırırsan? İnsan necə yarandığından inanırsan? Mən türk oğlu türkəm. Mən dədəmlə anamdan yaranmışam. Sən nədən yaranmısan? İnsanın varlığı nədən gəlib? İnsan varlığı təkamüldən gəlib. Ondan da geriyə getsən abiyeginizdən, tək hüceyrəlilərdən. Biokimyasal reaksiyonlar. təkamülə can Bunlar verən öz başına yəni, baş verib. Xeyr, ona can verən bir şey yoxdur. Ona can verən bir şey yoxdur. Kimyasal reaksiyonun bir nəticəsidir. İndi gəldik sənin tərəfə. Xəvariz dostum. Sən mənə de görüm, insan nətər var olub? İnsan Adəmdən gəlib, Adəmi də Allah yaradıb. Mənə baxıyorum, Adəmlə Hüseyn, Həvvanın uşaqları, Habillə Qabil, biri də birini öldürür. Geriyə 3 nəfər qalır. Adəm, Həvva, Qabil. Daha doğrusu Habil, yoxsa Qabil. Bu üçü nətər çoxalırlar? Nətər çoxalıblar? Allahın izni ilə, yəni o vaxtda Allahın izni ilə bacıları ilə yoxsa şey ilə, ətraflı. Bacı qardaş çoxalıblar. Onlar bacı qardaşlar ayrı-ayrı böyüyüblər. Allahın izni ilə onlar Dəxli nədir ki, texnik olaraq, genetik olaraq bacı qardaş olmur bunlar. Ayrı-ayrı böyüyəndə yəni bacı qardaş olmurlar. Sən Allahın o vaxt halal buyurmuşdu, indi haramdır. Nə vaxt haram buyurub Allahım? Yox, bir dəqiqə qardaş. Allah niyyətində. Safiyə qardaş. Bu Tamam. materialdır, bu ideal bir material. O özünün xəbəri yox nə budur quş fıraqı bu. Gör nə deyirəm? Ay qardaşım, ay kişi. Sən mənə bir cavab ver görüm. Xəvariclər üçün net bir açıqlaması var. Sən mənə de görüm bu kimdən çoxalıbdır və bu nə zaman qadağan olunubdur? Adın nədir sən? Sən nə dəxli var, necə çoxalıb da sən indi... Adın nə adı? Adını soruşuram. Adımı neyinirsən sən mənim? Adını denəndə bilər, Mücahid Qaqaş. Hələ Mücahid də adım sonra. İşitsən yəni. Hə, sən dəxli yoxdur, mən nəyəm? Sən burada Geri zəkalı, lakasiyavi görürəm axı. Nəyi gizlədirsən? Quranların Hə, sən indi gətirdin denəm Quran mən. ayələri zaten buradan hamısını insanları çaşdırmaq üçün gətirsən. Sən Quranda Yox, gətirdin çaşdırmaq üçün ayələrin heç birinin gətirmirəm. təsvirini demirsən. Təsvirini Çaşdırmaq üçün demirsən. gətirmirəm. Kimdən baxaq təsvirə? Təsvirin də de. Təsvirə kimdən baxaq? Kimdən gətirim? Təsvirçilərin adı Quranın nədir? təsviri var. Kimdən? Quranın təsviri var. İbn Abbasdanmı? İbn Kəsirdənmi? Tirmizidənmi? Belə dediklərindən gətirə bilərsən təsvirini hamısını. Dediklərindən sənə bir dənə təfsir gətirsən. Talaq surəsi 4-ün təfsirini gətirsən. Qəbul eləyərsənmi? Nədir Talaq surəsində gətir. Dəxlinə ki sənin üçün güvənmirsən təfsirə. Təsvir odursa güvənirəm. Təsvir deyil, təfsirdir. Nəyidən gətirdin? Təsvir başqa şey. Nəyidən gətirdiyinə bağlıdır. İbn Abbasdan gətirəcəm də. Mən də deyirəm ki, doğrudursa deməli odur. Sən mənə nə gətirəsən ki? Nə gətirəsən? İbn Abbas təfsirində deyir ki, az yaşlı qız uşaqların evlənməsində bir problem yoxdur. Qəbuldur.
Aç yenə deyirəm, get təsvirini aç oxu. Atsam oxusam qəbul eləsən, nə yazıbsa o da eləmə. Gəl. Aç oxu da, aç oxu. Oxumaz, bir ekran qoyacam, sən oxuyasın. Abi sən müsəlmansan? Mən müsəlmanam. Hə, bayaq bir sual verdin. Allah əvvəl haram buyurub sonra halal. Allahın haram halal buyurduğunu hardan deyirsən? Harda indi Yo, harda? eşitmişəm bir yerdən. Harda? Allah harda haram buyurur? Harda da Allahın sözləri? Dostum, hardadır? Bilmir, heç bir halda bilmir. Gələ qaqaş. Kələ. Gör nə deyirsən İbn Abbasın? Üzündən oxuya bilərmi, bilməzmi bilmirəm. Qoy oxusun. Oxu gör ayəti. Oxu. Oxu gör nə deyir ayətdə. Oxu da yüksək səslə. Üzündən oxuya bilmir Seyid. Ay qaqaş. Saxta əhlüsünnə. Niyə oxumursan? Bu da sən təfsirin. Gəl biraz da yaxınlaşdırım ki, sən net görəsən və sənin timsalında hamısını görsün. Sizin təfsirləriniz budur da yəni. Sən mənə nəyin Gör nə yazır? təsvirini? Talaq gördün, gör nə deyir? Nə deyir? Ey Allah'ın Resulü, yaşının kiçikliği səbəbilə. Görsən? Yaşının kiçikliği səbəbilə henüz adət görməyən qadınlarının iddəti nə qədərdir deyə soruşunca Allah Teala şu bölümü indirdi. Henüz adət görməyənləri, yaşı kiçik. Belə də izah eləmə. Kişi. Əhlüsünnə qaqaş. Cavab verirsən, vermirsən. Çeviş nə üzündən oxuya bilir, nə də sən dediyini başa düşür. Deyəsən bu qardaş uşaqdır. Həqiqətən nə Mən danışdığını maraqlı olan bilsən nədir? Sadəcə, Bunu anlamadığım sadəcə. biləyim, bu söhbətdən xəbəri yoxdur. Mən anlamadığım buna bu tədrisi kim verir? O tağut söhbəti tədrisin kim Sən verir? indi Azərbaycanda yaşayırsan? Hə, Azərbaycanda yaşayıram. Qəbələ rayonunda yaşayıram. Ya evdən çölə Qəbələdə bilsən nə qədər əhlüsünnə var, hamısı da Evdən ölkədə çıxıb millətə çıxıb sadiq çıxıb. adamlardır. Hə, Yusuflar. Sən kimi toy qoğrusu öldürəcəyin, nə verəcək? Çox rahatsan da, ona görə deyirəm yəni. Çox rahatam da, çünki sən qəbələdə nə qədər əhlüsünnə var. Sən kimi barbar deyirlər. Saxta. Tərvidətçi.